Azərbaycan hər zaman qonşuları ilə, xüsusilə də İranla əlaqələrin inkişafında maraqlı olubdur və son vaxtlar bizim əlaqələrimiz yeni bir mərhələyə daxil olmuşdur. Amma təəssüf ki, bütün bunlara baxmayaraq, Azərbaycanın dəfələrlə bildirməsinə baxmayaraq ki, bizim ərazimizdən heç kim hansısa bir dövlətə qarşı, eləcə də İrana qarşı istifadə edə bilməz. İran dünən bizə qarşı bir terror aktını törətdi və bu bir xain addımı idi. Eyni zamanda nəzərə alsaq ki, bir gün ondan öncə cənab prezident İran səfirliyində olmuşdu. İranın ali dini liderinin qətlə yetirilməsi ilə bağlı öz kədərini ifadə etmişdi. Bunu cənab prezidentdən başqa heç kim etməmişdi. Və İran tərəfi bunu qiymətləndirməli idi. Yəni, İran bugün tamamilə təcrid olunmuş bir formadadır. Və bütün bunlara baxmayaraq, Azərbaycana qarşı belə bir məkirli addım atmaq, Azərbaycana qarşı terror aktı törətmək, bu nəinki beynəlxalq hüquqa ziddir, eyni zamanda İrandakı rejimin əsl mahiyyətini ortaya qoyur. Baxın, iki ölkə İranla son dövrə kimi normal münasibətə malikdir. Türkiyə, Azərbaycan, hər iki ölkə çalışırdı müharibə olmasın və bunun üçün səylər göstərirdi. Amma bütün bunlara baxmayaraq İran belə bir addımı atdı və bütün diqqəti yenidən bir terror dövləti kimi öz üzərinə çəkmiş oldu. İran hər zaman Azərbaycana qarşı terror və xəyanətkar mövqeyi, terror hadisələri törədib, xəyanətkar mövqeyini ortaya qoyubdur və bu baxımdan məhz Azərbaycanın İrandakı səfirliyinin əməkdaşına qarşı terror hücumu və onun ümumiyyətlə qətlə yetirilməsi və terroristin dövlət səviyyəsində müdafiə olunması İranın nə qədər mənfur siyasət yürütdüyünü açıq və aydın şəkildə ortaya qoyur. Və bu baxımdan düşünürəm ki, Azərbaycan hər zaman ədalətli mövqe sərgiləyibdir. Azərbaycan hər zaman obyektiv münasibət göstəribdir, bir qonşuluq münasibəti ortaya qoyubdur. Amma təəssüflər olsun ki, İran adekvat olaraq artıq dünənki hadisə bunu bir daha sübut elədi. Əks mövqedə durduğunu, İran xəyanətkar mövqedə durduğunu və İran heç zaman dostluq münasibətinə adekvat cavab vermədiyini açıq şəkildə dünənki hadisəni sübut elədi. Biz baxsaq, İranın əhalisinin böyük əksəriyyətini Azərbaycanlılar təşkil edir və yarıdan çox Azərbaycanlılardır. Və baxın, Azərbaycanlılara nə qədər ədalətsiz mövqe orada sərgilənir. Azərbaycan millətindən olan insanların nə dilindən normal şəkildə istifadəyə şərait yaradılıb, nə təhsilinə normal şərait yaradılıb. Bütün vəclə bu Azərbaycanlıları məhdudlaşdırmaq, onların fəaliyyətini məhdudlaşdırmaq, öz milli düşüncəsinin belə deyək ki, təcrid etmək, ana dilindən istifadəni təcrid etmək, bütövlükdə təhsildən təcrid etmək, bütövlükdə onların xisləti məhz Azərbaycana və Azərbaycanlılara qarşı bundan ibarət. Azərbaycan cəmi 5 il əvvəl indikindən qat-qat daha zəif orduya və gücə, eyni zamanda imkanlara malik olduğu bir dövrdə ən azı dünyanın imperialist güclərinin hamısının cəmləşdiyi böyük bir şərq blokuna qalib gəlmiş, hərbi və siyasi yolla qalib gəlmiş bir dövlətdir. İndi Azərbaycan ərazisinə hücum əlbəttə bu mənada bizim üçün xüsusi fövqəladə bir təhdid əks etmir. İran üzərində bugün o müharibə apardığı dövlətlərin təyyarələri durna qatarı kimi hava məkanını ürəkləri istədiyi qədər pozur. İran cavab verə bilir, onları cavab versin. Öz hava məkanını müdafiə edə bilməyən bir dövlət bugün qüdrətli Azərbaycan dövlətinə dron tuşlayır. Əlbəttə ki, bunun bir mənalı şəkildə cavabı olacaq. Amma yenə də biz ümid edirik, arzu edirik ki, İran baş verənlərlə bağlı dərhal izahat versin, dərhal üzr istəsin, dərhal zərərin aradan qaldırılmasının təmin olunması istiqamətində niyyət bildirsin. İndiki halda Azərbaycanın bütün silahlı qüvvələrinin heyəti aidiyyatı dislokasiya zonalarında tam hazırlıq vəziyyətindədir və Azərbaycana yönəlik istənilən hücumu dəf etməyə, istənilən təhdidi aradan qaldırmağa, həmçinin BMT nizamnaməsinin 51-ci maddəsində, eyni zamanda BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində müvafiq olaraq həm tək, həm də özünün tam mənada hüquqi cəhətdən öz nizamnamə baxımından, həm də reallıq baxımından təsdiqini tapmış müttəfiqləri ilə birlikdə
kollektiv müdafiəni həyata keçirə bilər.